Çinarə müəllimə, deməli dedik ki, Leyli Məcnun yaz fəslində çıxırlar. Məcnunu dostları deyir ki, evdə oturub dərd çəkirsən də, onu çıxardırlar, yaz fəslidir. Çölə fikri qalsın biraz. Orada qarşılaşırlar. Deməli bunların birinci kimin ürəyi gedir deyirsiniz orada? Bir ürəkləri gedir bunların. Deməli. Hətta ikisi də demək ki, rastlaşdılar. Birinci Məcnun uşunu itirir. Deyir ki, o aya baxa bilmədi, düzdür? Baxa bilmədi. Kölgə kimi yerə sərildi. Sonra Leyli ixtiyarını itirdi. O da bir an belə deyib görə bilmədi. İndi onların oyanması, necə oyanırlar onlar? Oyananda birinci Leyli oyanır. Deyir, gün suyu səpib onu oyatdılar. Rəfiqələri. Sonra deyir, mən Leyliyə bildirir ki, rəfiqələri atan-ana bundan xəbər tutar da tez buranı tərk eləyək və bu yaxşı nəticə verməz. Bu həm sənə, həm bizə ziyan olar da bu söz söhbət. Və deyir, oradan çadırlarını, xallarını yığışdırıb gedirlər və Məcnun oyananda artıq Leylini görmür. Deyir, burada təsviri belə verir, divanə qalıb pəri gedibdir. Divanə Məcnundur, pəri gedib. Bəli. Geyimini burada əlindən çıxarır, deyir. Deməli, Çinarə müəllimə, Məcnun oyanır, Leylini görə bilmir. Məcnunu gözündəki qan yaşları oyadır, qanlı yaşları oyadır, Leylini görə bilmir. Artıq Məcnunun zamaniyə, dövrə etirazı buradan başlayır, müəllimlər. Buradan başlayır, bu hissədən, etirazları buradan. İndi etirazlarını deyin orada, Məcnunun etirazlarını deyin. Etirazları nə olur? Geyimini yırtır, alə çəkir. Deyir ki, başındakı qara, qələmin ucu kimi qara olan matəm nişanı bağladığı qara əmmaməni yandırır. Köynəyinə çıxarır. Deyir ki, şəhidi kəfənindən deyir, utandı. Həmin köynəyi kəfən bilib çıxarır. Sonra buxo bilib ayaqqabını da, aşiqə deyir, ayaqqabı buxodur deyir, onu da çıxardır. Və yoldaşlarından da üzrxahlıq eləyir. Deyir, mənə yaxın durmayın, siz də bu dəriyə batmayın. Deyir, məndən sizə deyir, xeyir gəlmədi, bari heç olmasa şərim də sizə toxunmasın. Və deyir, mən bir quşam, yuvamdan uçub gedirəm, meylim hara olsa orada gedəcəm. Və mən deyir, mənə ev haqqında danışmayın, mən artıq evə getməyəcəm. Bəli. Yəni evə getməyəcəyini bildirir. Və orada biz Uruzla Məcnunu müqayisə edirik. Necə müqayisə edirik? Uruz, Məcnun. Burada deyir ki, atama deyin ki, məni gözləməsin, özgə oğula ümid bağlasın. Uruz da deyir ki, yəni mənə ümid bağlamada başqa oğulda atamı sənə verə bilər. Atasına deyir. Bəli, birbaşa deyir. Uruz birbaşa atasına deyir ki, başqa fərzi. Amma burada Məcnun... Bəli. Aha. Bəli. Burada müəllimə, təbiətin təsviri ilə qəhrəmanın halının təzadlı təsviri var. Bəli. Bir neçə əsərlərdə var. Onları da istəyirəm qeyd edeyim. Bəli. Dünən Dəli Kürü qeyd elədik. Orada o təbiətin gözəlliyi ilə Zərnicər xanımın pərişan halı qarşılaşdırılır. Dərnamədə deməli aşiqin o qıza yuxuda vurulması ilə necə ki ətrafda deyir, hamıya tən eləyirdim, gözəl fəsildə gəzirdim, keyf eləyirdim, amma indi onlar heç bir mənə təsir eləmir. Necə ki onlar indi burada da elə yaz fəslidir, deyir güllər, bülbüllər bir-birinə necə ki bir-birinə sevgi nəğmələr oxuyur, güllər ətirlənir, çiçəklər nə bilim təbiəti gözəl təsvir eləyir, yaşıllaşır. Amma Məcnun buna baxmayaraq yenə də özündə deyil. Bu üç yəni göstərdiyim qəhrəmanların təbiətlə təsvirində əsərlərdə təzad var. Bəli, təbii ki, təbiətlə insan vəhdətdə verilib. Təbiətlə insan vəhdətdə verilib.